Benim ömrüm təbiətin ömrüdür. Damlasında, ümmanında yaşadım. Zirvələrin siskinində, sənində, yağışında, dumanında yaşadım. Sular kimi hey töküldüm çarxa mən, boş gəlmədim 30'a mən, 40'a mən, 50 yaşda oldum elə arxa mən, ümidində, gümanında yaşadım. Vəfat etmiş xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilib. Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib. Zəlimxan müəllim haqqında çox sözlər demək olar. Zəlimxan müəllim Azərbaycan ədəbiyyatının çoxdur böyük simalarından biri idi. Azərbaycan ədəbiyyatının, Azərbaycan aşıq poeziyasının çox böyük simalarından biri idi və sözsüz ki, onun əsərləri gələcək nəslimiz üçün, xalqımızın gələcək nəsillər üçün çox böyük örnek olacaq. Nə qədər ki, mən hesab edirəm, Azərbaycan ədəbiyyatı var, aşıq poeziyası var, Zəlimxan Yaqub da olacaq. Bu dünyadan o dünyaya yola saldıq. Allah yerini beşikdə eləsin. Hesab edirəm ki, Zəlimxan bu dünyadan ürəyi, könlü dolu getdi. Ona görə ki, xalq tərəfindən sevildi, ömür boyu da sevdi. Yazdığı əsərlərini də sevə-sevə yaratdı. Ona görə də bu izdiham, bu xalq məhəbbəti onun illər boyu qazandığı əziyyətinin, tökdüyü tərin, əlinin qabarının zəhməti idi ki, onu da gördü. Bugün Azərbaycan ədəbiyyatına, Azərbaycan söz dünyamıza, Azərbaycanın ziyallığına, Azərbaycanın qələm sahibinə çox böyük bir zərbə olub. Xalqımız bugün matəm içindədir. Ədəbiyyatımız elə bir sanki susub bugün. Bugün Zəlimxan Yaqubun əbədiyyata qoşulması böyük kədər hissi oyadıb hamımızda. Böyük kədər hissi. Vida mərasimindən sonra mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, Zəlimxan Yaqub yanvarın 9'unda dünyasını dəyişib. Mərhum uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Jalə Bayramlı, Tofiq Rəfayloğlu, Cəlil Rəcəbli, Səs TV. Dayan mən. Buyurun. Hadi. Evet. Acele. Yaxşı.